idmançının arkasında kim olur? Həmişə xalqı dövləti olur da. Yəni mən fəxr edirəm ki, Azərbaycanın adını qaldırdım orada. Yəni dediyim kimi Azərbaycan naminə mən oradaydım. Bizim bayrağımız qalxanda belə mən göz yaşımı tuta bilmədim orada. Yəni yəqin ki, baxanlar videolarda görüb, çünki bir uzun müddətdən sonra yenidən qalxmaq və zirvədə durmaq, bunun özü himnimizi eşitdirdim orada. Yəni qəhər götürmüşdü mən orada. Yəni bu şeylər nə bilim sözlə ifadə edə bilmirəm fikirlərimi. İldən sonra yenidən körpücüyə çıxmaq necə bir hissdir? Yəni, bunun özü bir böyük məsuliyyət idi mənim üçün. Çünki 12 ildən sonra yenidən körpücü üzərinə çıxıb və yüksək nailiyyət göstərib, qızıl medal əldə etmək, Azərbaycanın bayrağını qaldırmaq. Yəni, bunların hamısını buradan gedəndə düşünürdüm ki, mütləq olmalıdır. Çünki olmasa, idmanın dönüşüm belə, yəni uğursuz olsaydı, özümü bağışlaya bilməzdim ən azından. Çünki bizim soyadımız Süleymanovlar ailəsi olaraq, yəni artıq Azərbaycanda bir nam sahibidir. Uğursuz nəticə eləsəydim, mən özümü bağışlaya bilməzdim. Çox şükür Allaha ki, biz uğurlu nəticə elədik, qızıl medal qazandıq, himnimizi səsləndirə bildik, bayrağımız dalğalandı. Müddət ərzində müəyyən strukturlar var da, hansı ki, beynəlxalq WADA agentliyi var, bizim Dünya Ağır Atletika Federasiyası var. Dayanmadan onlara məktub yazırdım, müraciətlər ünvanlayırdım ki, yəni bu mənim haqqımda verilmiş qərar, yəni bu düzgün qərar deyil də, bu araşdırılmalıdır, yenidən baxılmalıdır. Çünki B prob var bizdə, bir A prob olur yarışda, 2 dənə prob götürürlər, bir də B prob var. Bunlar B probu açmadan mənim haqqımda qərar qəbul eləmişdilər ki, bu ömürlük idmandan uzaqlaşdırılsın. Mənim də mübarizəm ondan ibarətdir ki, B probu açılsın, təsdiqini tapsın ki, həqiqətən məndə qanımda qadağan olunmuş preparatlar mövcuddur, yoxsa yox. Mən əmin edim ki, bunlar yoxdur. Mən sadəcə olaraq belə deyək də, Azərbaycana qarşı bu uyğunsuz bir davranış idi, hansı ki, barışılmaz bir mövqe idi bizə qarşı, Azərbaycan Ağır Atletika Federasiyasına qarşı. Çox şükür ki, keçən illərə artıq bu nəticə verdi. Antidoping agentliyi, beynəlxalq antidoping agentliyi bir iclas keçirdilər, o hüquqşünaslarla bərabər. Mən də o iclasa qatıldım, görüntülü olaraq bu keçirilirdi. Təbii ki, tərcüməçi də vardı, mənə köməklik göstərirdi. Özümü ifadə etməyə bacardım orada, onlar məsələyə baxdılar. Bir gün sonra artıq qərar çıxmışdı və mənə və Azərbaycan Federasiyasına məktub ünvanlandı ki, bəli, sizin günahsız olduğunuz sübuta getirildi və siz əfv olunuz. Qızılı təxmini fikirləşirdim ki, götürə bilərəm, çünki özümdə bu iradəni hiss edirdim. Məşqlər zamanı da, yəni bu nəticələrimi götürüb müqayisə edəndə fikirləşirdim ki, medalım mütləq olacaq o yarışda, amma rekordu heç gözləmirdim. Çünki məşq əsnasında biz Avropa rekordunu bilirik nə qədərdir. Onu mən məşq əsnasında eləyə bilməmişdim. Yəni, yaxınlaşmamışdım o çəkiyə. O artıq mənim özümə belə sürpriz oldu. Hətta yarışda birinci yanaşmamda yaxınlaşanda ona biraz tərəddüdlə yaxınlaşdım ki, yaxınlaşıram da, olar, olmaz da. Görəndə ki, bu çəkinin öhdəsindən gəlmək mümkündür. Artıq sonuncu yanaşmamda mütləq bu çəkinin öhdəsindən gəlməyə özümə iradə tapdım, bunu eləməyə bacardım. Yəni, idmançılar ailəsinin hər biri Avropa Dünya Çempionatlarının mükafatçıları, qalibləri. Çünki danışanda bir nəfərdən yox, artıq geniş ailədən danışılır ki, idmançılar ailəsi, sən nə eləmişsən? Yəni, adam özündə də bunu düşünə bilər ki, mən də nəsə eləməliyəm ki, bunun mənim də payım olsun, o deyir, şorbada mənim bir tuzum olsun. Bunun məsuliyyəti təbii ki, mən hiss edirdim. Ona görə də yarışda çıxışımı yaxınlaşanda, hər yanaşmaya yaxınlaşanda bunu beynində canlandırırdım ki, tək mən deyiləm. Yəni, artıq bir neçə nəfərin adına görə mən yaxınlaşıram bura. Böyük qardaşım, birinci Azərbaycan dünya çempionu Hafiz Süleymanov, dünya rekordçusu 89-cu ildə o dünya çempionu olanda mən elə uşaq idim, bağçaya gedirdim. Hər kəs mənə dedi ki, böyüyəndə qardaşın kimi olasan. Tanıyan da, tanımayan da mən uşaq idim, təbii ki, dərk eləmədim. Mən də qardaşım kimi olacam, mən də ağır atlet olacam. Müxtəlif sahələrdə işlədim bu müddət ərzində. Çünki idman belə bir şeydir ki, idmandan uzaq qaldın, əlində başqa bir sənətin yoxdur. Yəni, idmançıların böyük əksəriyyəti mənə başa düşür, bu düşüncəm, fikirlərimi yəqin ki, qəbul edəcəklər. Bizim başqa əlimizdən heç bir iş gəlmir, başqa bir sənətimiz yoxdur. İdman və yoxdur, dalı yoxdur. Təzə-təzə taksi sürücülüyünə məşğul oldum Bakı şəhərində. Ailəni dolandırmaq üçün məcbur idim bu sayəyə. Sonra bir müddət məşqçilik fəaliyyəti göstərdim. Onun da əngəllər qoydular qabağıma, imkan vermədilər ki, yox, sən cəzalısan, işləyə bilmərsən, məşqçi kimi fəaliyyət göstərə bilmərsən. Bundan sonraki fəaliyyətim yəqin ki, çox güman ki, əgər dövlətimiz də imkan şərait yaradarsa,
idman fəaliyyətini davam etdirmək istəyirəm. Həm məşqçilik fəaliyyətimi, həm idmançı kimi Azərbaycan adını qaldırmağa həmişə hazıram. Yetər ki, bizim bayrağımız dalğalansın. Məşqçilik fəaliyyətində yaxşı olar ki, yəni yeni yetişən nəsillə öz təcrübəmi, bildiklərimi bölüşüm, onlara öyrədim. Azərbaycan naminə onlar da getsinlər, beynəlxalq yarışlarda uğurla çıxış eləsinlər. Yəni bizim fəxrimiz olar təbii ki. Yəni kiçik oğlum basketbolla məşğuldur. O da öz yaşlıları arasında liqada oynayır. Böyük oğlum, yəni o da bir ara basketbolla məşğul oldu. Hal-hazırda universitet hazırlığıyla bağlı çatdıra bilmir deyə idmandan biraz uzaq qalıb. Yəni idmançının arkasında kim olur? Həmişə xalqı dövləti olur da. Yəni mən fəxr edirəm ki, Azərbaycanın adını qaldırdım orada. Yəni dediyim kimi Azərbaycan naminə mən oradaydım. Bizim bayrağımız qalxanda belə mən göz yaşımı tuta bilmədim orada. Şükür Allah'a ki, yəni bugünkü ölkəmdəyəm, Azərbaycandayam və burada fəaliyyət etməyə davam edirəm.